Salam, hörmətli Avtoklub izləyiciləri. Yenə dərsimizdən bir çəkiliş. Belə, demək, xanımımız Счастливее, здесь ваш лоточек. Bəzən xanımlar sual verirlər ki, müəllimə, neçə dərsə öyrənmək olur? Xanımlar, 10 saatlıq dərs, yəni 10 saat, pajausta, çox rahat şəkildə, sərbəst şəkildə öyrənirsiniz maşın, avtomobil idarə etməni. Maksimum 15 saat. O da yenə baxır sizin götürmə qabiliyyətinizə. Yəni əslində 10 saat dərs tamamilə bəs edir. 7-ci dərslərdən parkovkalara keçirik. Parkovka 7-ci, 8-ci dərs parkovkadır. 9-10-da yenə sərbəst maşın, avtomobil idarə etmədir. Xanım artıq özü sərbəst şəkildə, mən məsəl üçün bizdə geolokasiya var, ondan kənara çıxmırıq. Amma 9-cu, 10-cu dərsdə xanımdan tam arxayınamsa, deyirəm ki, marşrutu seçirsən və gedirsən. Belə, buyurun, yenə də gəlin, müraciət edin. Əgər profesional şəkildə, tam belə əminliklə, bütün qayda qanunlara riayət edərək avtomobil idarə etmək istəyirsinizsə, buyurun gəlin. Təlimlərimizə qoşulun. Mingəçevir Avtoklub olaraq sizləri təlimlərimizə dəvət edirik.